İkinci danışacağım şey oyunun ayarları haqqındadır. Oyunda birinci hissədə bizi game qarşılayır və yaxud sizdə türkcəsi oyun və ya ruscası başqa cür. Burada player name prefix var. Bu daha çox klan oyuncularının istifadə elədiyidir. Hər hansı bir klanda oynayırsınızsa, o klanın tagını kullana bilərsiniz və ya komandada oynayırsınızsa və yaxud da dostlarınızla bir şey qoymusunuz ki, nə bilim, hər hansı bir şey X qoymusunuz, Z qoymusunuz ki, bu bizim emblemamızdır. Bunu bura qoyursunuz. Field of view var. Field of view nəyə kömək eləyir? Bunu sizə göstərim. Tutaq ki, hal-hazırda mənim field view-um 110-dur. Normalda field of view 90 ilə başlayır. 90-a qoysam görərsiniz ki, daha yaxından göstərir, amma ətrafı daha geniş görmək üçün field of view-nu artıq məsələn bu 120-dir. Bu fərqli, yenə geniş ərazini görmək üçündür. Hərənin öz fərqli oyun tərzi var, hərə fərqli cür xoşlayır. Mən böyük xəritələrdə field of view-nu azaldıram. Kiçik xəritələrdə isə, çünki adamlar daha yaxın olur, sağından soluna çıxa bilər deyə daha böyük rəqəmlər qoyuram. Field of view-dan sonra gəlir burada accessibility. Bunları kameranın yerlənməsi və ya blurlanması mən bağlı tuturam, ehtiyac olmur, çünki əlavə güc salır qrafikə. Sonra mouse ayarlarınız burada var. Global sensitivity ümumiyyətlə oyun içindəki mouse'un ayarı. Free look sensitivity burada alt tuşuna basdığınızda sağa sola belə baxa bilirsiniz. Bunu istəsəz toggle eləyə bilirsiniz. Yəni basılı saxlamalısınız. İstəsəz də ki, bir dəfə bassaz sağa baxılı qalsın ya sola baxılı qaldı eləyirsiniz. Bu nə üçündür? Məsələn, qaçırsınız, istiqamətiniz belədir, amma sağlı solunuzu yoxlamalısınız. Sağıma baxıram, riskdən pirçələ keçib sağıma dönə bilirəm. Yox, pirçələ keçməyim, sağıma baxsam, elə başımı təzədən sağ eləyəcəm. Ona görə həmişə pirçələ keçmək vacibdir. Pirçə dediyim, yəni aim qoymaq, nişan almaq vacibdir sağ mouse'un şeyini. Helikopter gəlir. Əgər helikopter oynayırsınızsa, YouTube-da bununla bağlı videolar izləyib helikopteri daha ideal necə sürə bilərsiniz, onun ayarlarını eləyə bilərsiniz. Məndə təxmini randoma bir şeydir, çoxdan helikopter sürmürəm. Hipfire var oyunda. Mən biraz xəritənin uzaq yerinə gedim. Bu elədiyim şey kameraya gəlmək. Öz açdığınız lokal serverda və ya adminləriniz olan hər hansı bir serverda sizin admin kamerasından oyuna baxmağınıza kömək eləyir. Hipfire nə üçündür? Məsələn, gedirsiniz, nişan alırsınız, ya bu taramağa kömək eləyir. Hipfire nişan almadan onun sensitivitetini ayarlamaq üçün. Non-magnific iron sight dediyimiz, yəni heç bir skopu olmayan, dürbünü olmayan silahlar üçündür. Və yaxud da ki, lazer dotlu silahlar üçündür. Bu oyunda lazer dotlu silahlar da var. 2x üçün, 3x üçün, 4x üçün, 5-6x, 7-8 hər bir skop üçün fərqli ayarlar var. Sensitivity ayar, həssaslıq ayarlarını eləyə bilirsiniz. Bunların hamısı sadəcə piyadaya aiddir. Heç biri nə zirehlidə, nə helikopterdə işə yarayır. Daha sonra vehicle'lar gəlir. Bu tank, yüngül zirehlilər, piyadanın döyüş maşınları, PDM-lər, BTR-lər, yəni BMP-lər rusca desək. Onlar üçündür. Onların skopları Q tuşunda, yəni Q hərfində yaxınlaşdırma olur. 4x, 1x, hətta bəzilərində 6 və ya 8x-ə qədər yaxınlaşdırma eləyə bilirsiniz. Aim down sight mode. Bu aim down nədir? Məsələn, məndə əgər sağ klikə basmıramsa, skopum açıq qalmır. Sağ klikdən əlimi çəkdiyim kimi skop bağlanır. Amma siz bunu götürüb dəyişsəz ki, toggle olsun və yaxud digərini, məsələn, bir dəfə bastım düyməyə, skop açılır. Artıq mən ikinci dəfə basıb skopu bağlamalıyam. Bu bunun üçündür. Eyni şey lim modda da var. Lim modda da holddur. Sprint modunda da toggle'dur. Sprint modunda toggle nə üçündür? Oyunda qaçma mexanizması var. Siz shiftə bastığınızda oyuncu qaçır. Əgər mənim elədiyim kimi toggle modunu eləsəz, o bir dəfə shiftə bassaz artıq əlinizi shiftdən çəksəz belə oyuncu qaçacaq. Dursaz və yaxud ikinci dəfə shiftə basmasaz oyuncu qaçmağa davam eləyəcək. Bu bunun üçündür. Mən bu cür istifadə edirəm. Bəlkə də siz başqa cür istifadə etmək istəyirsiniz. Eyni cür free look üçündə hold var. Yəni bayaq dediyim kimi biri var ki, beləsinə şey eləyəsiniz, basılı saxlayasınız. Biri də var ki, bas çək eləyərək şey olsun. Sonra qrafik ayarlarıdır. Qrafik ayarlarını bu sizin özünüzə görə eləməlisiniz. Hər bir şəxs bu oyunu müxtəlif məqsədlər üçün oynayır. Mənim məsləhətim odur ki, maksimum FPS-i burada 60, in-game-də
maksimuma seçə bilərsiniz. Mənim üçün 240-da da saxlaya bilərsiniz. Oyun kartınıza, video kartınıza görə bura müxtəlif ayarlar eləyə bilərsiniz. Ən məşhur ayar, əgər oyunu görsəl effekt, yəni necə deyim, oyun məndə daha gözəl görünsün deyə oynamırsınızsa, adam vurmaq üçün oyunu çox yaxşı sürətdə oynamaq istəyirsinizsə, Shadow-la Global Illumination Quality-ni, yəni kölgə ilə illuminasiya keyfiyyətini minimuma, okean, yəni suyun keyfiyyətini minimuma və göl simulyasiyasını deaktiv eləməlisiniz. Digər qalan hər şey sizdən asılıdır. Bir də məsləhət görə biləcəyim şey brightness-ı maksimuma, yəni parlaqlığı maksimuma çəkməkdir ki, bu da bəzən qaranlıq və ya gün batımı olan xəritələrdə sizə kömək edir. Digər hər şey bu sizin özünüzdən asılı olan bir şeydir. Bu mənim göstərim sistem ayarlarımdır. Oyunlarda 100 FPS civarı alıram. Bəzən FPS düşməsi olur fərqli səbəblərdən. Amma normal 100 FPS civarında alıram. FPS düşməsinin səbəbi də o ki, oyunda hələ də stabilizasiya yoxdur. FPS sabit deyil. Audiodur. Əgər səssiz gəlmirsə, səsi buradan ayarlaya bilirsiniz. Komandir səsidir, öz manqavınızın səsidir, lokal səsidir. Bunların adını deməliyəm. Musiqi səsi, effekt səsi, bunların hamısını zaman keçdikdə, oynadıqca özünüz ayarlaya bilərsiniz. Oyunda 3 cür səs rabitə sistemi var. Birincisi lokal səsdir. Yanındakı ilə danışmaq üçün V tuşuna atanır oyuna başlandığınızda, yəni standart olaraq. Bu V-yə basdığınızda, əgər maksimuma çəkməmsinizsə, hardadır bunu? Budur. Lokal bu 150. Məsələn, məndə 150-dir. Maksimuma çəkməmsinizsə 30-35, maksimuma çəkdikdə 50 metrə yaxında yanınızdakı dost adamların, əgər civab atmayıblarsa, ölü yerdə uzansalar belə, basaraq V-yə basaraq onlarla danışa bilərsiniz. İkinci çatımız B çatıdır. Komandadakı hər bir kəslə B-ni basaraq danışa bilərsiniz. Amma B-ni hər dəfə də çox basmaq digər komanda yoldaşlarınızı narahat eləyə bilər. Onun üçün B çatda həmişə vacib məlumatları danışmalısınız ki, belə eləyək. Və yaxud 3-4 nəfərsinizsə, onda mütəmadi olaraq B çatdan istifadə edib danışa bilərsiniz. Və ən sonuncusu komandirlərin, yəni bayaq dediyim manga liderlərinin istifadə elədiyi manga çatı C-dir. C-ni bastığınızda digər manqalarla danışa bilirsiniz. C-ni əgər basırsınızsa, bütün manqalarla eyni vaxtda danışırsınız. Yəni, birinə məlumat ötürəndə C-ni basırsınızsa, digər bütün manqalar da işləyir. Buradan hansı məlumatlar verilir? Tank partladıldı, zirehli buradan gəlir, adamların hub'ı buradadır. Bu cür məlumatları hamı bilməlidir. İkinci bir yön var ki, numlock tuşunuz varsa, numlock'u yandırırsınız və numlock'da 1-dən 9-a qədər ilk 9 manqanın rəqəmlərlə çağıra bilirsiniz. Məsələn, 1-ə bastım, 1-ci manqa, 2-də 2-ci manqa, bu 9-a qədər davam eləyir. Və 0, oyunda bizim bir komandirimiz var. İndi bu skörmüş xəritəsi burada olmur. Oyunda bütün manqalardan, çox serverda bu qayda var, manqaların üstündə nəzarəti olan, digər manqa liderlərinin onun əmrinə tabi olmalı olduğu bir komandir olur. Bu serverdan server dəyişir. Bəzi serverlarda belə bir qayda yoxdur. Komandir, əgər oyunu yaxşı bilmirsə, sən komandirə tabi olmaya bilərsən. Özün düzgün oyun qərarı verə bilərsən. Bir də ki, 0 düyməsinə basanlar birbaşa komandirlə danışa bilirsiniz. Fərqi yoxdur. Komandir 15-ci manqadadır, 1-ci manqadadır. 0 tuşu həmişə komandirlə danışmaq üçündür. Komandirin digər oyunculardan fərqi nədir? Komandir zirehli maşınların və ya doğma nöqtələr, indi o doğma nöqtələr haqqında da danışacağım. O nöqtələrin yanında komandir şey eləyə bilir. Zamanı gəldikdə xüsusi özəlliklərini istifadə edə bilir. Bu özəlliklər nədir? Airstrike dediyimiz qırıcı təyyarələr vasitəsilə Su-25, F-16 ölkədən ölkəyə dəyişir və yaxud da Amerikanın A-10 təyyarəsinin köməkliyi ilə, bir də ki F-18 də olmalıdır, səhv eləmirəmsə Avstraliyada. O təyyarələrin köməyi ilə müəyyən bir hissəni bombardıman edir. Bombardıman deyil, daha doğrusu, üstündəki böyük topla atəş açır. Yəni bu nəyə kömək edə bilər? Tankların, zirehlərin sabit hədəflərin məhv edilməsində, düşmən hublarının, hub dediyimiz hamının spawn ola bildiyi, yəni doğa bildiyi nöqtə gedir. Oranın məhv edilməsində və hubun atılması üçün radio dediyimiz bir şey var. Xəritədə həmişə mavi ilə göstərilir. Radionun da şəkli təxmini, məsələn, bura radio atın, Fobcreation. Bu radiodur təsəvvür edin, amma normalda göyrəkdə olur. Bu da kiçik dairənin içində hub atıla bilir. Böyük dairə isə radionun əhatə dairəsidir. Yəni, əgər bura radio atılıbsa, bu dairənin içində ikinci bir radio ola bilməz. Hub ola bilər, amma radio ola bilməz. Belə məsələlər var.
Hə, komandir həmin hub'ın və yaxud da bizim zirehli texnikamızın yanında duraraq o özəllikini istifadə edə bilir və yaxud da artilleriya istifadəsi edə bilir. Oyunda iki cür artilleriya var. Bir artilleriya dördbucaq şəklində olan, düzbucaqlıya kimi çevrilə bilən, yəni düzbucaq şəklində uzunluğa atıla bilən artilleriya. Bir şey isə dairə halında atıla bilən 125 və 152 mm toplar. Bəzi ölkələrdə bu üç standart dəstək komandirdə dəyişir. Məsələn, Çeçenlər Hellkanon deyilən mortarda minimyot, mina atan yəni. Mina atanın böyük çaplı olanı və ya quslar üsulla hazırlanmış mina atanlardan istifadə edərək böyük bombardımanlar eləyir. Artilleriya qədər effektiv olmasa da düzgün istifadə olunsa çox effektivdir. Və oyunda komandirlərin düşmən hədəflərini tapması üçün şeylər var. Dronları var. Bu dronları müəyyən vaxt intervallarında çağıra bilirlər. Dron havadan gəlir, komandir drona kamerasını keçir və nəzarət edə bilir. İstəsə düşmən üzərinə artilleriya zərbəsini və yaxud da ata bilir. Siz komandirə necə deyəsiniz ki, məsələn, komandir sizə deyir ki, mənə atəş dəstəyi istə. Oyunda atəş dəstəyi prinsipi var. Məsələn, mənə deyir ki, bu binanın üstünə, bu bina hara olur? Bura. Mənə deyir ki, buranı bombalamaq istəyirəm, məndən atəş dəstəyi istə. Skopu qoyursunuz və ya skopu qoymadınız. Dəqiq olması üçün bir dəfə üstünə U hərfini basanda mark atırsınız. Xəritədə baxırsınız ki, düzgün yerə mark atmışsınız. Və yaxud mən mausuma hücum markı əlavə eləmişəm. Hücum markını atırsınız. Burada komandirdən atəş dəstəyi istəmə şeyi var. Bunu basırsınız və xəritədə belə bir şey görsənir. Sol basdıqdan sonra komandir bir dəqiqə ərzində həmin əraziyə müxtəlif cür dəstək sistemlərini istifadə edə bilər. Oyunda yeni gələn dəstək sistemlərindən biri Ukraynanın əlində olan Su-25 ilə 2 ədəd böyük bomba atmaqdır. Yəni onlarda digərləri kimi samolyot gəlib topu ilə, zenit topu ilə dağıtmır hədəfi. Birbaşa ora 2 dənə yaxın bomba ata bilir. O yaxınlığını da siz özünüz tənzimləyə bilirsiniz. Oyunda hər bir kitin öz özəlliyi var. Hər bir kitin də öz istifadə qaydası var. Hər adam istədiyi kiti ala bilməz. Bir çox serverlarda da bayaq dediyim kimi manga lideri olmalıdır. Serverlar manga lideri olmadığında sizə 3-dən 5 dəqiqə arası vaxt verirlər ki, kitinizi dəyişməlisiniz. Oyuna yeni başlamısınızsa məsləhətimdir ki, 2300 saat, 2400 saatın hardasa var. Medik ilə başlamalısınız, yəni tibbi yardımçı piyadası ilə. Oyunda düz piyadaların demək olar ki, hamısının silahları eynidir. Yəni belə deyim, burada squad liderin silahı ilə medikin silahı arasında heç bir fərq yoxdur. Medikin də eyni komandirdə olduğu kimi, məsələn məndə görürsünüz də silahdır. Eyni komandirdə olduğu kimi medikin də beləliklə skoplu silahı var. Məsələn medikin 9 dənə bandaj var. Sağ altda görərsiniz ki, mənim aşağıda sağ altda ekran field dressing yazılır. Orada 9 dənə bandajım var. Və digər ikinci dəfə 5-ə basanda və yaxud mouse'un roliki ilə təkərləri ilə hərəkət etdirəndə bandaj can vermək var. Bandajı bastınız, tutaq ki, yanınızdakına qalxdı ayağa və naxadı başqa oyunçuya keçmədən həmin oyunçunun sol mouse'un tuşunu basanda həmin oyunçunun canını artırırsınız. Sağı basanda özünüzün canını artırırsınız. Məsələn, mən sağı basıram, oyun mənə xəbərdarlıq verir ki, sənin canın fulldur da, heç bir zədə almamışsın. Oyunda ikinci ən vacib kit, üçüncü da deyək, squad lider, manga lideri, medik və üçüncü ən vacib kit piyadadır. Bildiyimiz Rusiyada şturmovik, İngilisdə də rifleman, bizdə də ki bildiyimiz düz piyadadır. Bu piyadanın bıçağı var, çox vaxt skoplunun tapancası olmur. Yenə dediyim kimi ölkədən ölkə dəyişir. Əl qumbarası var, 2 ədəd sisi var. Medik, komandir, xarici, bütün kitlərin 2 dənə sisi var. Bir də ki qumbara atan piyadası var, onu da göstərəcəm sizə. Onun 6 dənə sisi var. Digər hamısında 2 dənə sis var. Sisimiz var, 2 dənə bandajımız var, bayaq dediyim kimi esildə. Bir də ki lapatka var. Komandirdən başqa bütün komandirdən bir də ki məsələn burada şey var. Zirehli texnikanın komandiri də var. Helikopterin də komandiri var. Bu 3 kitdən başqa bütün kitlərdə sizin əlinizdə lapatka var. Lapatkanın sol tıkına basanda bir şeyi tikirsiniz, sağ tıkına baxanda deyirəm. Sağ tıkına basanda həmin şeyi dağıdırsınız. Yəni məsələn düşmənin radiosunu sağ tiklə dağıdırsınız, hub'ını sağ tiklə dağıdırsınız.
İndi o hub radium məsələsini daha dəqiq başa salacağam. Oyunda bu cür. Bu kitlərdir. Hər bir kitin də özünün məsafə, hər bir ölkənin öz silahı var, öz səsi var və hər bir silahın da fərqli nişan alması var. Bu silahın nişan alması dəyişir. Məsələn, Rus silahında fərqli cürdür, Amerikan silahında fərqli cürdür, İngilis başqa cürdür. Çeçen deyirik, militiya gedir. Onlarda başqa cürdür, İranda başqa cürdür, Çində başqa cürdür. Oyunda çox fərqli ölkələr var. Bayaqlarda sizə dediyim kimi. Training zonda görürsünüz ki, nə qədər ölkə var. Hətta belə deyim, Amerikanın özü fərqli iki ölkəyə bölünür. İki ölkəyə necə bölünür? Biri marin olur, biri quru qoşunlar olur. Marinlərlə M16-nın versiyalarını işlədirlər, amma quru qoşunları, Amerikan quru qoşunları M4-ün versiyalarını işlədirlər. Rusiyanın özündə də iki cürü var. VDV bildiyimiz hava desantları və normal Rus quru qoşunları. Biri AK-74M işlədir, o birisi isə AK-12 işlədir. Yəni atış səslərinə qədər hər şey fərqlidir. Bu cür. Özəl kitləri, xüsusi kitləri seçməməyiniz üçün ikinci bir səbəb odur ki, bu səs deyirəm ha. Pulemyotskin, Marksmenin silahlarının səsi normal avtomat səslərindən çox fərqlənir. Və xəritədə, məsələn, belə deyim, gedim yenə bura, uçaq, biraz çəkəcək. Xəritədə siz Marksmen və ya şeylə, pulemyotsiklə hər hansısa bir adamı, hər hansısa bir hədəfi vurduğunuzda, sizin atəşinizdən sizin yönünüzü, yerinizi təyin edə bilirlər oyuncular. Xüsusən də oyunu 100 saat civarında oynayandan sonra hamı səsləri ayırd edə bilir. Mən görsəm ki, bu binadan atəş gəlir. Bax ki, gəldim bu binadır da. Aha. Bu binaya bir dənə Marksmen işarəsi atır. Və heç vaxt o bina tərəfə göstərməm. Həmişə o binaya görünmədən hərəkət etməyə çalışıram. Eyni şey pulemyotçu üçündür. Pulemyotçunun markını götürüb atırlar. Ya bu cür gizlənirlər, ya da hamı siz oynamağa çalışır. Hətta sizə bəzən olur ki, antitanklar mərmisi, partlayıcı mərmi olur və ya kaset başlıqlı qumbar atan mərmisi kimi olur da, fragmentation mərmisi. Antitanklar belə pulemyotçu ilə snayperi susturmağa çalışır. Bu da komanda üçün çox mənfi bir şeydir. Ola bilər ki, sizin yeriniz gizli qalmalıdır, amma aldığınız kit uzaqdan oynamağınızı tələb edir və olur. Siz öz yerinizi ifşa edirsiniz. Deyə bilərsiniz ki, bu kit varsa bu oynanmalıdır da. O kitin oynana bilər. Sizə bunu manga lideriniz tələb eləməlidir ki, sən bu kiti oynaya bilərsən. Məsələn, nümunə olaraq Talil kimi xəritələr, Anvil kimi xəritələr, Kohat-Doy kimi xəritələr var ki, burada uzun məsafədən oynamalısan. Hədəfi vurmalısan. Onda siz Marksmeni, snayperi, nə istəyirsiniz alın, bu cür oynayın. Mən bayaqdan elədiyim hərəkət də Shift B-dir. Shift B ilə öz lokal serverınızda keçə bilərsiniz. Bu xəritəni necə atdım, onu da daha sonra başa salacağım. Bu hissədə deyə biləcəklərim bu qədər. Təməl kitlər bunlar. Sonra antitanklar. Oyunda Medic'i oynaya bildiniz. Rifleman zaten döyüşçüdür. Onu oynarız. Üçüncü öyrənməli olduğumuz kit antitanklardır. Oyunda iki cür antitank var. Yüngül antitank, ağır antitank. Biz buna qısacası LAT, bir də HAT deyirik. Light antitank, heavy antitank ingiliscədə. Light antitankların ölkələrə görə dəyişir. Bəzi ölkələrdə, məsələn, şərq ölkələri dediyimiz, ümumiyyətlə Squadda ölkələr 3 qrupa bölünür. Göy ölkələr, qırmızı ölkələr, bir də yaşıl ölkələr. Göy ölkələr Amerika, Avstraliya, Britaniya, Kanadadır. Bunlar Blue Force sayılır oyunda. Yəni NATO tərəfindən olan ölkələr. Qırmızı ölkələr Rusiyadır. Əvvəl İranda yaşlı ölkə sayılırdı, indi qırmızı ölkə sayılır. Rusiyadır, İrandır, Çindir. Bunlar sayılır qırmızı ölkələr. Başqa hara var? Bir də Çeçen də qırmızı, bir də terrorist də. Bunlar qırmızı ölkələr sayılır. İranı yenə də yaşlı ya da qırmızı belə saya bilər. Bir də var oyunda yaşlı ölkələr. Yaşlı ölkələr hansılarda onlar haqqında da deyilim. Yaşlı ölkələr Türkiyə, İran, yenə İran, sonra PMC-nin biridir bu. PMC dediyimiz pullu əsgərlər. Bu da ikinci pullu əsgərdir. Bu Amerikan pullu əsgərlərdir, bu Kanada pullu əsgərlərdir. Bir də Ukrayna gəlib. Ukraynada göy və ya sayıla bilər. Bu sayılmaları bu ölkələrin hamısına fərqli standartlar verir. Qırmızı tərəfin ölkələri
antitank üstad çeşidlidir. Antitankda və yaxud snayperdə və yaxud piyadaları daha çox Kalaşnikov tipli silahlar işlədir. Sadəcə Çin çox fərqlidir. Çinin özünün artıq yeni güncəlləmədən sonra fərqli silahları var. Çünki Çin heç kim tərəfindən sevilməyən bir ölkədir və Çinin oynanması, daha da yaxşı oyun dönməsi üçün, Çinin seçilməsi üçün belə bir şey gətirdilər. Artıq Çinin silahları da, zirehləri də çox güclüdür. Yəni döyüşdə xeyli aktivdir. Rus silahlarının antitankları, yüngül antitankları RPG-7 ailəsinə məxsus başlıqda olan RPG-7V, bir də ki, digəri adı nədir bunun? Açılsın. RPG-26 tiplidir. RPG-26 ilə RPG-Y-nin raketlərindən əlavə ən birinci fərqi odur ki, Rusiyada standart olaraq deyirəm. Çünki ən birinci bilməli olduğunuz ölkələr Amerika ilə Rusiyadır. Mənə görə Amerika, Rusiya, Çin, Kanada. Bunu seçdim. Bu silahın skopu var. Yəni dürbünü var. Rusiyanın ikinci antitankına. Amma antitank olaraq bir dənə at vurur. Bu antitankı bu cür açırsınız. Açılır, açıldı şeydir. Bunun bir dənə mərmisini atandan sonra ikinci mərmisi olmur. Gedib ikinci antitankı alanda R-nı basırsınız, bu köhnəni atacaq qırağa, təzə antitank götürəcək əlinə. Bu cürdür. İkinci olan RPG-V ailəsi, RPG-7V ailəsində isə başqa cürdür Rusiyada. Yəni bu raketlərin sayı indi Rusiyada 2-2-dir, başqa ölkədə başqa cür ola bilər. Normal light antitank Ruslarda 2 dənə raket tipi var. Birincisi hit mərmisidir, yəni tanklara qarşı istifadə edədiyimiz. İkincisi isə fragmentation dediyimiz kaset başlığa bənzər mərmilərdir. Bu mərminin nişangahını görürsünüz. Nişangahı 50 metrəsi yuxarıdakı plusa atırsan, 100 metrəsi aşağıdakı plusa atırsan. Ondan sonra işte 200, 300, 400, 500 beləncə metrələr arta gedir. Məsələn 100 metrəni qapıya, 50 metrəni qapıya tutmuşam. Bir dənə titrəməsə yaxşı olar. 450 metrə atdım, qapıdan içəri keçdim. Fragmentation'da da bu latların 2 mərmisinin də atışı eyni cürdür. Bu biraz daha uzağa gedir, cürdür uzağa gedir. Hə, məsələn bu da ki fragmentation'dır. Birinci bayaq atdığım mərmi zirehli texnikanın zədələmək üçündür. 2 mərmidə patlıda bilmərsiniz. Çox ağıllı oynamalısınız bu antitank oynadanda. Yüngül antitanklar düşmən zirehlisinin motorunu zədələyib sıradan çıxarmaq üçün, təkərlidirsə təkərlərini sıradan çıxartmaq üçün, seplidirsə, yəni paletli dediyimiz tracked vehicle'dırsa, onu sıradan çıxarmaq üçündür. Yəni siz yüngül antitankı alıb gedib rahatlıqla bir tankı patlıda bilmərsiniz. Hər atışında zirehli texnikaya %30, əgər yaxşı yerinə, düzgün yerinə vurmusunuzsa, %30 dedim, yəni 30% ziyan vurursunuz cana qədər. Tank üçün isə hardasa 120 bəlkə də can vurmursunuz. Bu da parça təsiri. İkinci mərmimiz fragmentation parçadır. Bu bildiyimiz qumbara atma, yəni qumbara kimidir. Bunun əsas özəlliyi odur ki, hədəfinə dəyməsə belə, yaxınına düşsə belə hədəfini öldürür. Bu piyada üçün çox effektivdir. Məsələn, bir binada piyada var, siz bunu vura bilmirsinizsə, bunu götürüb pəncərədən içərisinə salmağa çalışırsınız. O pəncərədən baxan, yəni həmin otağın içində olan piyada rahatlıqla ölür, məhv edirsiniz. Qərb tərəfində isə bu Rusiyadakı kimi fərqli antitank güllələri yoxdur. Qərb tərəfində bayaq birinci işlətdiyimiz skoplu antitank kimi demək olar ki, əksəriyyətində qərb ölkələrində, yəni NATO ölkələrində, Amerikada, Kanadada, İngiltərədə RPG-7 kimi şeylər yox. Hamısı bunun tipində skopları, nişangahları çox bir-birinə oxşardır. Hamısı bir atımlıq raketlərdir. Bu bir atımlıq raketlər ideal bir şeydir. Yəni bir dənə olur, yanınızda başqa bir rifleman, yəni şturmovik, düz piyada varsa çantanızı alırsınız, istifadə edirsiniz. Bunu da atırsan gedir hədəfinə. Ən yuxarıdakı oxu tutuzdurmalısan. Birinci ox görürsə yuxarıdakı qırmızı ox, onu hədəfə tutuzdurmalısan. Bunun da X rəqəmi ilə məsafəsini ayarlaya bilirsiniz. Məsələn indi 250 metrə ayarlamışam. Ən aşağıdakı uçucağa vurmalıyam. İndi ortadakına vurmalıyam. Bu cür atırsınız. NATO'nun silahlarından da bunun eyni cürdür. Bu danışdığım yüngül antitank idi. Ağır antitank da
Yenə dediyim kimi fərqli başlıqda fərqli mərmilər olur. Siz bunu oynamalısınız. Ağır antitankın yüngül antitanklarla ən çox hiss olunan fərqi odur ki, ağır antitanklar daha uzaq məsafədən atılmalıdır. Əgər yüngül antitank 5 metr məsafədən atmalısınızsa, yəni tankın dibindən girdin 1 metrindən heç bir hədəfə vura bilmərsən. 5 metr, 4 metr məsafəni olmalıdır ki, sənin mərmin atılsın, onu təsir eləsin. Ağır antitanklarda bu məsafə 10 metrdən başlayır. Siz minimum tankdan minimum ən azı 10 metr məsafədə uzaq olmalısınız ki, ağır antitank atdığınız mərmi hədəfə təsir olsun. Və ağır antitankların uçuşu daha qısadır. Yəni siz bunu hiss edənə görərsiniz ki, mərmi daha ağır olur. Bayaq atdığımızdan daha tez yerə düşür. Yəni eyni məsafəyə qoyub, eyni nişangahı alıb eyni şeyi ata bilmərik. Antitanklar bu qədər pulyotçulardan, bir də ki, qranadier. Qranadier, yəni qumbara atanı olan piyadamız. Oyunda ən çox güllə sərf eləyən şeylərdən biridir. Bu güllə sərf eləmək məntiqi nədir? Bunu da sizə mən göstərim, başa salım. Mən aldım qranadieri. Hər bir oyundakı maşının fərqli xüsusiyyətləri var. Maşınlar öz-özlüyündə şeydə daşıya bilir, güllədə daşıya bilir, konstruksiyada daşıya bilir. Məsələn, bu yüngül döyüş maşınıdır. Bu ancaq güllə daşıyır. Görürsünüz, burada gülləni boşaldıb, burada artıra bilir, 600 güllə tələb eləyir. Yüngül antitankların hər bir mərmisi 33 mərmi sərf eləyir. Ağır antitanklar isə 96 mərmi sərf eləyir. Yəni, heavy antitankın mərmisi tandem mərmisi olur. Tandem başlıq deyilir. Ən ağır mərmidir. Bütün ağır antitanklarda bu mərmi var. Tandem biri 96-dır. Hit mərmisi var. Hit mərmisi yenə 36 MO-dur. Light antitankların bütün hamısı mərmisindən fərqi olmayaraq bütün light antitanklar 33 olmalıdır. 33 mərmi daşıyır hər biri. Bir çantadan bir piyada sizin yanınızda 3 dənə light antitank mərmisi verə bilər. Çünki 3 vuru 33, 99 eləyir. Bir piyadadakı sumkasında 100 mərmi daşıya bilir. Piyada olanda, mən onu demədim. Piyada olanda siz sumkavızı, yəni mərmi çantanızı, güllə çantanızı, bunu çox diqqətli istifadə etməlisiniz. Hər gələn adama çantanızı verməməlisiniz və yaxud da hər dəfə əl bombası atandan sonra çantadan təzədən əl bombası götürməməlisiniz. Çünki siz manqadakı bir çox insana dəstək olursunuz bu əl çantası ilə. Manqa liderinizə sizin üçün rally, müvəqqəti spawn olmayan doğma nöqtəsi atması üçün mərmi verməlisiniz. O çantanın alması üçün komandir sizdən 50 mərmi almalıdır. Komandadakı medikiniz, medik deyirik, yəni tibb işçisi, cəmaatı heal-layan medikiniz bandaj almalıdır. Bandajın hamısı mərmidir. Yüngül antitankınız sizdən mərmi ala bilər. Ola bilər manqada tək düzgün, tək rifleman piyada sizsiz də. Bunlara diqqət eləməlisiniz. Bu da ki, bizim granadier kitimizdir. Oyunda ağır antitankdan sonra ən çox mərmi sərf eləyən piyada budur. Yəni, bir hub var, doğma nöqtəsində də mərmi olur, mərmi qutusu olur. Oradan özünüzə güllə çəkə bilirsiniz də. Yəni, ən çox mərmi sərf eləyən ikinci şey budur. 10 dənə yüksək partlayıcılı bunun olur, mina qumbara atanı olur, qumbara atanda qumbarası olur. Və bayaq sizə dediyim kimi, görürsünüz 6 dənə də sisi var fərqli rəhlərdə. Bu fərqli rəhlər yəni, işarələmək üçün ola bilər. Görsəldir də, normalda da belənsən fərqli rəhlər olur, əsl həyatda bunun başqadır. Məsələn, bunu nişan aldınız, bunun X-a basılı tutduğunuzda yenə məsafəsini siz düzəldə bilirsiniz. Normal şeylərdə bütün hamısı da 500 metrə, 400 metrə qədərdir almaz. Amma Rusiyanın belə 200 metrlik, bir də 300 metrlik mina atan kimi atış atma özəlliyi var qumbara atanı. Beləliklə atırsınız. Bu 300 metrə kimi havadan elə bir gedir, birbaşa hədəfə getmir. Bu hansı hədəflər üçündür? Qarşınızda bina varsa, binanın qarşısına atmaq istəyirsinizsə, bunu istifadə edə bilərsiniz. Amma demək olar ki, heç istifadə olmur. Çünki atış texnikası çox çətindir. Bunda professional olmalısınız. Məsələn, görürsünüz 20 saniyə sonra düşür bir də bunu. Bunu məsələn aldım, 100 metrəyə çəkdim. O binanın girişini vurmaq istəyirəm. Düz qapısının ağzına vurursunuz. Bu da əl bombası kimi bir şeydir. Prosto silahdan atır. Bura 50 metrə arayıram. Buradan nişancağın biraz gün ehtiyacı var deyə düz binanın içinə soxulur.
Bunu oynadıqca professionallaşasınız. Bunu çoxlu təlimlər, təlim zonasında məşqlərlə və yaxud da publikdə ehtiyatlı, publik dediyimiz yəni normal girib serverlərdə oynadığınız oyunlarda ehtiyatla, yəni yüz ölçüb bir biçməklə atmalısınız ki, sizin gülləniz çox vacibdir. Siz də eyni cür əgər şey atanda, o cür qumbara atanda sizin də bayaq eşitdiyinizdə mən onu istifadə edəndə səsi başqadır. Adamlar sizə fokus olacaq. Qumbar atanı susturmaq çox vacibdir. Çünki qumbar atan bir qumbar atanla 4-5 nəfəri eyni anda vura bilir. Yəni bu çox vacibdir qumbar atanın. Yəni hədəfiniz dəqiq olmalıdır. Məsələn, vurduğunuz hədəf naxada ölməlidir. Naxa dedim, yəni atdığınız kimi ölməlidir. İkinci bir şansa buraxmamalısınız. Bu CL'nin özəlliyi budur. Kitlərlə bağlı bir şey dedim. Bir də ki, məsələn, öldüz tutaq ki, naxadı, yəni naxadı Ruscadan ağzıma yapışıbdır. Birbaşa gəlib məsələn ölüm ekranındasınız. Birbaşa gəlib main base tutub respawn'a basmayın. Gəlib maində doğasınız və maşına minmək istəyəsiniz. Siz maşına ha 50 dəfə, əgər squad liderdir, ha 50 dəfə basın. Bu görürsüz bir yaşıl yazıb. Bir yaşıl yazmayıbsa, siz bu maşını sürməyinizin heç bir imkanı yoxdur. Sizin manqanızdan hər hansı bir adam bu maşını sürə bilməz. Bunun icazəsi də komandiriniz tərəfindən verilir. Gedib hər dəfə maindən doğsaz ki, komandir mənim maşını verir, siz komandiriniz əgər oyunu bilən bir komandirsə, o maşını sizə verməyəcək, hətta sizin manqasından ata bilər. Ola bilər ki, səhvən spawn oldunuz. Bunun da çözümü var. 2 hal ola bilər. Ya komandirimiz təcil əmr verə bilər ki, ya komandir də manqada hər şeydən cavab verir. Deyə bilər ki, məsələn, Murad, tez mənim yanıma gəl. Tez deyəndə ya da ki, deyəcək ki, öl gəl bura, bir yolunu tap gəl bura. Onda siz nə edə bilərsiniz? ESC-in altındakı, ESC-lə tab şeyin klaviaturasında, ESC-lə tab tuşunun ortasındakı şeyə basırsınız və respawn, ingiliscə yazırsınız bunu. Siz bunu yazdınız, birbaşa ölürsünüz və komandirinizin sizə dediyi yerdə spawn ola bilərsiniz. İkinci bir çözüm yolu isə və bu sizə cooldown verir. 85 saniyəyə yaxın bir cooldown verir. Normaldır. Ən azı 85 saniyə gözləməlisiniz. 1 dəqiqə yarım. İkinci bir çözüm isə əgər başqası bir maşına minirsə, komandir sizi vecini almırsa, həm də maşına vermirsə, burada başqa bir manqa həm maşına minirsə, o manqanın maşına minirsiniz. Təbii ki, onlar sürmək şərti ilə. Maşına minirsiniz və hara getmək lazımsa gedirsiniz. Hələlik deyəcəklərim bu qədər.